Salam dostlar, İnteq Akademiyanın tədris seriyasına xoş gəlmisiniz. Bu gün biraz digər videolardan fərqli olaraq daha maraqlı bir iş görəcəyik. Bugünkü mövzumuz vizit kart dizaynıdır. Bəzən internetdə maraqlı vizit kartlar görürük, amma bəzilərinin template şəklində olmur, yəni dəyişdirilə bilir bir variantda olmur. Biz burada bəyəndiyimiz biz vizit kartı necə dizaynın əmələ gətirə bilərik, necə düzəldə bilərik, bu videoda onu öyrənirik. Mən əvvəlcədən bir nümunə seçmişəm. İndi gəlin baxaq görək bu nümunəni necə hazırlaya bilərik. Ona görə də ilk işimiz olaraq yeni bir sənəd yaradırıq. Burada ilk dərsimizdə gördüyümüz kimi sənəd necə yaradılır videosunu baxanlar bilir. Burada parametrlərimizi yazacağıq. Belə bir dizaynlarda, mətbəyə çapa gedən dizaynlarda əsasən millimetrli ölçülərlə işlənir. Ona görə də millimetr qoyacağıq. Buradakı fərqləri də siz artıq ilk videoya baxmısınızsa bilirsiniz zaten. CMYK ilə RGB-nin. Biz burada CMYK seçirik çünki bu yəni mətbəyə gedəcək bir dizayndır. Bizim standart vizit kart ölçümüz 90 mm-in, yəni 9 sm-in 5 sm-dir. Bu parametrləri təyin etdikdən sonra OK düyməsinə basırıq. Yeni bir səhifəmiz yaranır. Bundan əvvəlki səhifədən dizaynlarımızı götürüb ataq bura. Orada rahat işləyək deyə. Bu bizdə lazım olacaq elementlərdir. İndi sizə sual yarana bilər ki, OK, bəs bu elementləri biz necə düzəldirik, hardan tapırıq? Bunlar çox sadə bir variantdır. Bunlar üçün də düşünürəm ki, ayrıca bir video çəkmək olar, izahat videosu. Misal bu ikonları yükləmək, əldə etmək istəyirsinizsə, internetdə bunun üçün fəaliyyət göstərən platformalar var. Məsələn, telefon ikonu yazıb, fon ikon SVG şəklində yazıb, bu ikonu import edə bilirsiniz rahat bir şəkildə CorelDRAW-a. Bizə SVG şəklində lazımdır, çünki biz bunu rahat ölçüləndirə bilərik, rənglərə boyaya bilərik istədiyimiz kimi. Yəni, burada məqsəd bəyəndiyimiz bir dizaynı özümüz necə hazırlaya bilərik, onu öyrənməkdir. İlk olaraq əsas formanı yaradaq. Yəni, burada mürəkkəb bir şey yoxdur. Bir rectangle tool'dan istifadə edirik. Dediyimiz kimi 90 mm-in 50 mm-ə, yəni 9 sm-in 5 sm-ə bu bizim vizit kartımızın ölçüsüdür. Bunu biz referans şəkli olaraq istifadə edirik. Bunun stroke qıraqlarını biraz daha yumuşaq bir rəngdə eləyək ki, bizi narahat eləməsin. Deməli, dediyim kimi bu şəkli internetdən götürdük. Bunu bir kopyalayaq. Kopyaladıqdan sonra burada crop tool var. Bunu kəsirik. Buradan götürürük. Görürsünüz, buradan ölçüləndirmə yerində verə bilirik. Tam ölçüsünü götürürük. Bacardığımız qədər crop basırıq. Bunu niyə etdik? İndi sizə bir sual yarana bilər. Görürsünüz, bu dizayn, internetdə götürdüyüm dizaynın ölçüsü çox kiçikdir. Amma mənə nə lazımdır? Mənə lazımdır 9-un 5-ə bir vizit kart dizaynı olsun. Ona görə də bunu kəsdik. Bura gətirib ölçülərimizi bura yazırıq. Gördünüz mü? Eyni ölçüyə gəldi. İndi bunu ortalamaq üçün fərqli metodlar var. İstəsəz ikizdən tutub birləşdirə bilərsiniz. Əgər istəsəz, yəni qısa yollar üçün ayrıca bir video gələcək. Shift-ə basılı saxlayıb, birinci elementimizi seçib, ikinci elementimizi seçirik. C və Y düyməsinə basırıq. Beləliklə ortalamış oluruq. OK, başlayaq. Əvvəlki videolarda sizə tanış olan bir tool var. Bundan istifadə edəcək, çünki görürsünüz burada müəyyən qıvrımlar var. Onları əmələ gətirməyə başlayaq. OK, başladıq. Qoyduq. Burada düz xəttir, əlməyə ehtiyac yoxdur. Gətiririk. Birləşdiricidən sonra müəyyən bir qıvrım veririk. Burada bu yüngül aralıqlar sizi narahat eləməsin. Bunları ən sonda düzəldəcək.
Deməli, başqa nəyimiz qalıb? 3 dənə orta xəttimiz var. Bu arada, misal, tam düz çəkə bilmirsinizsə, bunun qısa yollarını zaten öyrədəcəm. Ayrıca bir video gələcək. Shiftə basılı saxlayıb, görürsünüz, mən mouse'u hara aparsam, sadəcə bir düz xətt boyunca aparır. Gətirib, buyuruq. Bunu da eyni ilə. Tamam. Bunun da rəngi açıq boz rəngdə idi. Burada da bir xəttimiz var. Bu biraz qalınlığı var deyə buradan qalınlıq da verə bilərik istədiyimiz qədər. Tam okeydir. Hatta 1,5 layığını var deyə düşünürəm. Tamam, bunları həll etdikdən sonra bunlara bir rəng verək. Birinci bunun outline color'unu alaq. Aha, deməli, bunlara rəng vermək lazımdır artıq bizim əllə çəkdiyimiz elementlərə. Onun üçün də mən buradakı elementim okey, page up rəng verək buna. Tamam, okey. Burada birləşmə tərəflər var imiş, gözümüzdən qaçıb. Okey, rəngi gəldi. Deməli, bizə bu rəng lazım idi, altındakı layer rəngi. Birinci outline color'unu ləğv eləyək. Pick tool götürürük. Rəng kodunu götürürük. Buraya yapışdırırıq. Eyni ilə digərləri üçün də bu şey əməliyyatlar eləyəcək. Bu bizdə artıq hazırdır. Zaten bizim bundan əvvəlki istifadə etdiyimiz rənglər avtomatik bura düşür qısa yol deyə. Buradan birbaşa götürə bilərik rəngin. Outline rəngində, kontur rəngində eləyirik ki, konturu da getsin. Eyni ilə bunu da yox, bunu götürməmişik deyə rəngin. Piktonu götürməmişik deyə bura düşmür. Götürüb, birinci outline-ın belə rəngləyə bilərik. Sonra özünü seçirik. Birbaşa boyuruq. Tamam, bunlar birə-bir hazır. Biz əlbəttə ki, öz logomuzu buraya yerləşdirəcəyik. QR kod da isteğe bağlıdır. Əlbəttə ki, siz QR kod generate platformalarını istifadə edib generate etdikdən sonra bura yerləşdirə bilərsiniz. Amma bizə nəticə etibarilə bu dizaynı texnikası zaten lazımdır. İstəyənlər bunu eləyə bilər. QR kodu da buraya yerləşdirə bilərsiniz. Aha, keçdik text hissəsinə. Burada ad və soyad var. Hətta istəyirsiniz bu şablonu biz buradan götürə bilərik rahatlığına. Çünki artıq hazırdır. Görürsünüz, yəni birə-bir eynisi alınıb. Burada adımızı, soyadımızı və vəzifəmizi yazırıq. Öz ad soyadımı yazım. Əlbəttə ki, ölçü var deyə biraz kiçildəcək. Buradan şriftlərimizi də seçə bilərik. İstədiyiniz şrift varsa import da edə bilirsiniz. Onun üçün də bir ayrıca video çəkəcək. İstədiyimiz şrifti seçirik. Misal üçün bu şrifti seçək. Burada pozisyonumuz. Dört belə ölçüsünü. Aha, bu yaxşıdır. Burada göy rəngdədir. İstədiyiniz kimi adı və ya soyadı. Mən misal üçün soyadı göy rəngdə eləyəcəm. Tamam, uyğundur. Logomuzu gətiririk. Uyğundur. Burada da QR kod, hətta QR kod da belə eləyək, oxşar olsun deyə. QR kodumuzu da buradan götürək. Zaten bizə bu nümunə üçün lazımdır. Oxşar olsun deyə. Burada telefon nömrələri, əlaqə vasitələri.
Bundan çıxmaq unutmuşam. Pictola keçmək lazımdır. Burada mənim əvvəlcədən yüklədiyim ikonlar var. Bu gətirirəm. Əlbəttə kiçiltmək lazımdır. Biraz da kiçildək. İkinci səhifəsi hazırdır. Artıq bunların simmetriya işlərinə baxa bilərik. Vecdan eləyək. Daha rahat seçə bilərik. Shift-ə basılı saxlayırıq. Digər ikonumuzu seçirik. Center edirik. Yəni Ctrl-C düyməsini klikləyirik. Ortalayır. Sonra ortalama işlərində bu tekstimiz qalıb. Seçirik. Shift-ə basılı saxlayırıq. Digər cismimizi seçirik. Və C düyməsinə basırıq. Okey, bu səhifədə artıq dizayn bitib demək olar. Son dəfədə bir də baxaq. Artıq bizə digər şey lazımdır. Nümunə üçün zaten göstərmişik. Digər arxa səhifə dizaynı qalıb əlbəttə ki. Onun üçün də bu rectangle-ımızı seçirik. Kopyalayırıq. Burada daha sadə edirik. Onu da kopyalayırıq. Referans olsun deyə biraz yaxına gətirdim şəkli. Biraz böyle oldu sanki. Okay. Burada gördüğüm sanki buradakının eynisidir. Yəni bir də bunu şəkli təzədən kəsib ölçüb proqramaya ehtiyac yoxdur. Bunu kopyalayıram. Ölçüsünü kiçildirəm. Buraya yerləşdirirəm. Biraz hətta yuxarı yerləşdirmək lazımdır sanki. Çünki altda bizim bir mavi xəttimiz var. Yeniden bir rectangle götürdüm. Rengi verdim. Outline rengini de verdim. Hazır. Aha. Burada da yeni bir öğrenebileceğiniz bir şey var. Bunu yeniden kopyalayayım. Bu görürsünüz mü? Birbirlerinin aynı əksi olmalıdır. Onun için de biz burada cüzcü funksiyasını istifadə edirik. Aynı əksini kopyalayırıq. Burada yine simmetriyasına bakmalıyıq. Seçirik. Digərini basıb saxlayıb, shift-ə basılı saxlayıb seçirik və Y düyməsinə basırıq. Bir-birinə nəzərən. Ortalıqda biraz ikisi də aşağı gəlsin. Shift-ə basılı saxlayıb ikisini, digərini seçirik. Yön tuşları ilə aşağı verə bilərik. Biraz aşağı. Sanki oldu. Biraz ölçülərini də qısaldaq məncə. Çox uzun oldu sanki. Hətta bunu silək. Bir şey fikirləməmişəm. Bu aşağı olmalıymış. Problem deyil. Basıb aşağı verdik. Tamam. Bunu kopyalayırıq. Qoyduq. Və ortalayırıq. Tamam, burası hazır. Bura web saytımızı yaza bilərik. Böyle böyük yazaq. Yenə bunu bu səhifəyə nəzərdən tutulmaq lazımdır. Unutmayaq, dizaynlardan çox unutulan, gözdən qaçan şeylərdir. Shift-ə basılı saxlayıb seçirik və C düyməsinə basırıq, ortalanır. Tamam. Artıq dizaynımız bitdi. Başqa bir şey yoxdan çıxmadı. Hazır. Birləşdirib yan-yana qoyaq. Bu gördüğünüz kimi vizit kartımızın ön yüzü və bu da vizit kartımızın arxa yüzüdür. Artıq dizaynımız hazırdır. Deməli, başlanğıcda sadəcə bir PNG nümunəmiz var idi. İndi isə onu CorelDRAW-da özümüz yenidən qurduq.
Burada müxtəlif alətlərdən istifadə etdik, obyektlərin ölçüsünü dəyişdik, rəng verdik, mətn əlavə etdik və bütün bunları bir layihənin üzərinə tətbiq etdik. Yəni artıq vizit kartımız hazırdır. Məncə alətləri öyrənməyin də ən asan yolu çoxlu praktikalar eləməkdir. Siz də internetdən bəyəndiyiniz dizayn nümunələrini yükləyərək mənim sizə göstərdiyim metoddan istifadə edib özünüzü bu mövzuda təkmilləşdirə bilərsiniz. Əgər videonu bəyəndinizsə, dəstəyinizi göstərməyi və İnteq Akademiyaya abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək.